Salam gənclər, bu videoda biz informatikadan DİM-in 2026-cı ildə saldığı sınağın suallarına baxmış olacaq. Vaxt itirmədən ilk sualdan başlayaq. İlk sualda deyir ki, doğru fayl adı deyil. Windows 11-ə aid bir sualdır və bu sualı siz milyon dəfə işləmisiniz dostlar. Biz bilirdik ki, faylın adında biz istifadə eləyə bilmirdik. Faylın adı, yəni nöqtədən sol tərəfdən danışır bu dostlar. Faylın adında istifadə eləyə bilmirik com. İstifadə eləyə bilmirik com 0-dan 9-a. Yəni com 1, com 2, com 0, com 9, com 7 bu tipli. LPT 0-dan LPT 9-a. Yəni burada fikir versəniz LPT 0-dan LPT 9-a çaşdırmaq üçün bizə yazılıb LTP. LTP icazə var. Sonra icazə verilmir dostlar PRN, AUX və nulla. PRN, AUX və bir də null. Bir də təbii ki burada işarələdiyimiz zona. Amma bu ifadələr nöqtənin sağ tərəfində olsa problem deyil. Məsələn, info.pr. Nöqtənin sağ tərəfindədir, problem deyil. Ona görə bunlar doğru sayılmış olur. Amma C variantı tamamilə yanlışdır. Keçirik təbii ki növbəti suala 2. Fiber optik kabellər haqqında səhv fikri təyin eləmiş olun. Bu kabellərin qorunması zəifdir. Dostlar, fiber optik kabellərin qorunması zəifdir deyə bir şey yanlışdır dostlar. Fiber optik kabellər əslində qorunma baxımından yaxşı olanlardır və elektromaqnit təsirlərdən qorunur bunun tərkibindəki bir növ məlumatlar. Çünki təhlükəsizlik baxımından yüksək səviyyəli olanlardan sayılır. İki növü mövcuddur. Ekranlaşmış və ekranlaşmamış dostlar. Ekranlaşmış və ekranlaşmamış olan bir növ bizdə aid olacaq burulmuş cüt kabelin növlərinə. Buna aid deyil. 2 də bir növ səhvlərdən biridir. Qalınlığı 0.5 cm olur dostlar. Qalınlığı və yaxud da diametri 0.5 cm olan bizim koaksial kabellərin nazik versiyalarıdır dostlar. Ona görə 3 də səhvdir. Yəni o koaksiala aiddir. Çünki bizim fiber optiklərin tərkibindəki şüşə liflər çox kiçik olur. Ona görə 0.5 cm ola bilməz. Optik kabellərdə ötürmə işıq siqnalları ilə həyata keçirilir. Tamamilə doğrudur. Zaten optika sözündən də tutmağı bacarmalısınız bunun. Və deyir optik lifli kabellər ulduz və dairə topologiyasında istifadə edilir. Bəli, ulduz və dairə topologiyası və yaxud da halqa görə bilərsiniz. Onlarda istifadə edilənlərdəndir. Cavab kimi 1, 2, 3 uyğun gəlir. Mərtəbəli takt tezliyi xassəsidir. Təbii ki, bizim prosesorun. Prosesorun 5 dənə əsas xarakteristikası var idi. Mərtəbəli takt tezliyi, aid idi əmrlər toplusu, sonra daxili keş yaddaşın tutumu və bir də İşçi gərginlik. Bu 5 dənə bizim əsas xarakteristikadır. Hətta biz middət sözündən yadda saxlamağa çalışırdıq. Mərtəbəli, işçi gərginlik, daxili keş yaddaşın tutumu, əmrlər toplusu və takt tezliyi. Gəldik 24-də. Dövlət idarəetmə və cəmiyyətin informasiya kommunikasiya texnologiyalarından istifadəsi ilə yaradılan sistem nə adlanmış olur? Cavab kimi biz elektron hökumət götürməliyik. Əslində dostlar, elektron dövlətdir bu sualın cavabı. Yəni, elektron hökumətlə qarışdırılır tez-tez. Elektron hökumət kimi də götürülür açığı. Sadəcə, bu sualın tərifi konkret olaraq elektron dövlətə uyğun gəlir. Çünki elektron dövlət, bu İKT-dən istifadə etməklə dövlət fəaliyyətinin bütün informasiyanın aspektlərində dostlar, həyata keçirmək üçün nəzərdə tutmuş bir üsulu sayılmış olur. Yəni, bir növ bizim elektron hökumətdə bunun bir qoludur, bir parçasıdır elə düşünün. Yəni, biz elektron hökumət deyəndə vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə, yəni bir növ kompüterlər üzərində və yaxud da telefon üzərində və yaxud da internet üzərindən həyata keçirilməsi, təqdim edilməsini başa düşməliyik. O səbəbdən dostlar, bir növ konkret əslində bu sualın tərifi elektron dövlətdir. O verilməsə, onsuz da elektron hökumət götürməliyik. İkisi də bir növ bəzən eyni bir anlayış kimi düşünülmüş olur. 25 nömrəli sualda deyir ki, bu maskaya uyğun gələnləri təyin eləmiş olun. Dostlar, baxıram ki, bu tipli sualları siz çox işləmişsiniz. Əsas bizdə burada bilinməli olan nə idi? Sual işarəsinin yerinə konkret olaraq bir dənə simvol uyğun gəlməlidir. İndi burada S görürük. S-dən əvvəl bir dənə sual işarəsi var. Yəni bu deməkdir ki, S hissəcindən əvvəl konkret olaraq bir dənə simvol gəlməlidir. S-dən əvvəl baxıram ki, bütün variantlarda bir dənə simvol gəlir qabaqda. Yəni, heç biri pozmur. S-dən sonra nöqtəyə kimi də 2 dənə sual işarəsi var. Yəni, bu deməkdir ki, nöqtəyə kimi konkret olaraq bizdə 2 dənə simvol istifadə edilməlidir. Baxıram ki, birincidə, baxın, S-dən sonra T, nöqtəyə kimi bir dənə simvol var.
Bu bir dənə sual işarəsini götürdü. Bəs digər sual işarəsinin yerinə də konkret bir dənə simvol gəlməli idi axı. Deməli, bir də uyğun gəlmədi. Biri atdıq. 2-yə gəlirik. S-dən sonra bir T, bir də altdan xətt görürük. 2 dənə simvol. Doğruda hələ ki saxlayırıq. 3-də də S-dən sonra bir dənə T və bir dənə boşluq görürük. Hər bir suala uyğun gəldi. 4-də də bir dənə T, bir dənə boşluq görürük. Və 5-də də bir dənə T, bir dənə boşluq görürük. Deməli, bu hissədə sadəcə variant kimi atıldı birincisi. 1 olan variantları atsaq qalır zaten ya 2-3 ya da 2-3-4 ya da 3-4-5. İndi gəlirəm. Nöqtədən sağ tərəfdə D 2 dənə sual işarəsi var. Yəni bu nə deməkdir? Nöqtədən sağ tərəfdə konkret olaraq 3 dənə simvoldan ibarət bir bizim uzantı, genişlənmə olmalıdır. Və həmin genişlənmə D ilə başlayır. 3 dənə olmalıdır. D ilə başlayan 3 dənə. Baxıram ki 2-də amma D ilə başlayan 4 dənədir. 2-ni atdıq. Amma baxıram ki 3-də D ilə başlayan 3 dənədir. 5-də də 4-də də. Deməli cavab kimi 3, 4, 5-i konkret olaraq götürürük. Keçdik. MS PowerPoint. Microsoft PowerPoint 2019 proqramına aid genişlənmələri təyin eləyin. Dostlar, bizim Microsoft'a uyğun gələn burada genişlənmə elə gördüyümüz C variantıdır. PPTX normal şəkildə elə təqdimatımızın normal, standart genişlənməsidir. PPSX nümayiş şəklində saxlanılmış təqdimatın genişlənməsidir. POTX var dostlar, bu şablon şəkildə saxlanılandır. İndi burada POTX-i çünki bu hissədə də görmüş oluruq. 26-da yəni cavab kimi C-ni götürürük. 27 nömrəli suala gəlirik. Hipermətnlərin ötürülmə protokolu hansıdır? Biz indi bu sualın cavabını təyin eləməyə çalışsaq. FTP, HTTP, SMTP, IP və NNTP. Zaten hipermətin burada H ilə başlayan elə cavab sizə kömək eləyəcək. Cavab HTTP-dir. Hypertext Transfer Protocol gedir zaten bunun adı dostlar. Yəni bizim elə hipermətinlərin ötürülmə protokolu o sayılacaq. FTP File Transfer Protocol faylların ikili kodlar şəklində ötürülməsinə xidmət edir. Simple Mail Transfer Protocol maillərin göndərilməsinə fokuslanan bizim protokoldur dostlar. IP internet protokoludur. TCP ilə birgə bizim internetin ən əsas baza protokolunu təşkil edir. NNTP-də Network News Transfer Protocol telekonferans xidməti üçün təşkil edilən protokollardan biridir. İndi driver nədir? Driver dostlar bilirik ki bizim dimin bazasında artıq, yəni servis hissəsində deyil, sistemin içində getsə belə servisə daxil edilmir. Və elə bir proqram toplusudur ki, elə bir proqramdır ki, bizə kömək edir ki, xarici qurğuların işini idarə eləyə bilək. Xarici qurğuların işini idarə edən bir proqramdır. Xarici qurğulara nəzarət proqramıdır kimi B variantı daha dəqiq götürüləcək. A-da qurğudur yazıb. Qurğu versiyası bilirik ki, nə idi bunun? Controller idi dostlar. İstifadəçinin konkret məsələlərin həllini təşkil edən proqramlar toplusu dostlar bu tətbiqi proqram paketinə aid olanlardır. Proqramlaşdırma dillərinə aid proqramlar instrumentaldır. Testləşdirmə qurğusudur, qurğu deyil. 29-a gəldik. Akses cədvəlinə əsasən verilən sorğuya uyğun gələn yazıların sayını tapın. İndi dostlar, verilən sorğuya diqqət eləsək, endimiz var, notun sağ tərəfi var, bir də or tərəfimiz var. İndi biz bilirik ki, ilk olaraq bu tipli proseslərdə nə icra olunmalıdır? Ardıcılıq belədir. Birinci not icra olunur, sonra end icra olunur, sonra da or icra olunur. İndi birinci dostlar, not, riyaziyyat, kiçik, böyük bərabərdə ədəbiyyat hissəsinə gəlirəm. İndi dostlar, ilk olaraq bu tiplərdə mənim məsləhətim götürün birinci. Riyaziyyat ədəbiyyatdan böyük bərabərdir. Sətirlərini tapaq. Riyaziyyat buradadır, ədəbiyyat buradadır. 1 böyük bərabərdir. 1-i gətirdik. Sonra böyük bərabər olanlardan biri 2-dir. Baxıram ki 45-43-dən böyükdür. 3 deyil və 4 də deyil. 1-2-dir. Amma not yazıbsa, not 1-2 yazıbsa deməli nə olmalıdır bu? 3-4. Çünki not 1-2 nə deməkdir? Yəni bizdə riyaziyyatın ədəbiyyatdan böyük olmadıqları, böyük bərabər olmadıqları lazımdır. Ona görə bunun nəticəsi çıxdı 3 və 4. İndi gələm sol tərəfə. Riyaziyyatda coğrafiyadan kiçik olanlara baxıram. Coğrafiya buradadır. Riyaziyyat coğrafiyadan kiçikdir. 1 aiddir. Baxıram ki 2-də kiçik deyil. 3-də baxıram ki riyaziyyat həqiqətən coğrafiyadan kiçikdir. 3 aiddir. İndi baxıram ki 4-də də riyaziyyat coğrafiyadan kiçik deyil, böyükdür. İndi dostlar bu hissəni də tapdıq və end işarəsini artıq icra eləyək. End işarəsini icra eləyəndə bizdə 1, 3 və 3, 4 end götürür onların ortağını. Ortağını götürsək dostlar 1, 3, 3, 4-ün endi olacaq neçə? 3. Deməli, orun baxın sol tərəfini tapdıq 3.
İndi sağ tərəfə gələm. Coğrafiyası informatikadan böyük bərabərlər lazımdır. Coğrafiyası informatikasından böyük bərabər. Coğrafiya 85, informatika 84. 1 aiddir. Sonra coğrafiyası 43, informatikası 41. 2 aiddir. Coğrafiyası 49, informatikası 36. 3 aiddir. Amma burada 25 58-dən böyük bərabər deyil. İndi or verib, or bilirik ki, ikisinin birləşməsini götürür. 3 və ya 1 2 3-ün birləşməsi birgə bizə nə verəcək təbii ki? Dostlar, bizə verəcək 1, 2 və 3-ü. Deməli, gələn yazıların sayı olacaq ümumilikdə 3 ədəd dostlar. İndi 3 cavabı yoxdur. Biz F variantı yaradaq. Təbii ki, kursumuza özəl F hərfindən 3-ü yazmış olaq dostlar bura. Keçirik 30-a. İnformasiyanın növlərini təyin eləyin. Biz bilirik ki, informasiyamızın ümumilikdə 7 dənə növü var idi. Həmin 7 növün arasından təyin eləməyə çalışaq. Daxili deyə bir hər hansı informasiya növü yoxdur dostlar. Daxili və xarici yaddaş qurğularının bir növ bölündüyü hissələrə aid olacaq dostlar. Ona görə biri atdıq. Eyni şey xariciyə də aiddir. Elə xaricini də atsaq, əslində 1 ilə 3 olan variantlar getsə, cavab kimi 2, 4, 5, 6 çıxmış olur. İndi ümumiyyətlə informasiyamızın növləri məntiqi, ədədi, mətni, qrafiki, audio və yaxud da səs, video və multimedia şəklində getmiş olacaq. 31. File Explorer proqramın görünüş rejimləri və formaları ilə bağlı uyğunluğu müəyyən etmiş olun dostlar. File Explorer proqram görünüşü rejimləri və formaları ilə bağlı olanda baxıram ki, burada 8 dənə biz element görürük. Biz bilirik ki, bunların 4'ü ölçü idi, 4'ü rejim idi. İndi variant baxsaq, C variantında deyir ki, obyektlərin həcmi, son düzəliş tarixləri əksini tapır, filtr vermək mümkündür. Bu avtomatik details aiddir. İndi həmin hissəni də gələk burada göstərmiş olaq. Gəlir download hissəsinə. Download hissəsində baxın. Burada məndə gəlirəm view hissəsinə. Baxın details'i seçirəm. Fikir versəz bizdə məlumatlar filan hər bir şey burada təyin edilmiş olur, göstərmiş olur. Hətta bir dənə gəlirəm bu hissəyə baxın. Filter filan da tətbiq edə bilərəm. Mənə last week son həftənin PDF-ləri və yaxud da məlumatları lazımdır, faylları lazımdır və yaxud da obyektləri lazımdır. O saniyə üzə çıxmış olur. Deməli C oldu 6-ya uyğun. İkonlar cədvəl ardıcılığı ilə düzülür. Avtomatik ağlınıza content düşməlidir dostlar. Yəni gəlirəm indi burada contenti sizə göstərməyə. Contentdə bir növ arada elə kəsmələr, xəttlər görürsünüz. Sanki bir cədvəl kimi sətir-sətir buna yerləşdirib. Sağ tərəfdə də onlar haqqında qısaca sadəcə məlumat verib. Bu olur bura aid. İkonlar əlifba sırası ilə düzülür, təfərrüatlı məlumatlar əks olunmur. Dostlar, əslində mən bu variantla razı deyiləm heç də. Çünki konkret olaraq biz bunu deyə bilmərik. Standart olaraq əlifba sırası ilə düzülmə və s. bəzilərimizdə qarşılaşa biləcəyi bir haldır, bəzilərimizdə isə yox. Yəni mən gəlirəm burada listə uyğun gələcək bu tərif bu arada. List hissəsinə görə getsəm, məsələn hətta last week-i bir dənə son olaraq yığışdırmağı unutmuşam. İndi məsələn gəlirəm baxın list hissəsini seçirəm burada, təyin eləyirəm. Listi təyin eləyəndə dostlar baxın, hamısı burada yığılmış olur, böyüdək hətta. Fikir versəz, biz bütün elementləri və s. belə səliqəli formada görürük. Amma əlifba sırası filan yoxdur. Amma hamısı siyahı şəklində səliqəli formada yuxarıdan aşağı yığılır və heç bir təfərrüat, məlumat da filan görmüş olmuruq. Yəni konkret olaraq əslində listə aid saymaq olar ikinci tərəfinə görə. Amma birinci tərəfinə görə dostlar bunu saymaq olmur. Çünki əslində bunun dediyi məntiqlə, yəni biz gəlsək burada sort by-da name eləsək, zaten bunlar əlifba sırasından və yaxud da əlifbanın əksinə düzüləcək. Yəni o hissə əslində bir növ bizim çeşidləmə, sorting hissəsinə aiddir. Və ona görə tam olaraq doğru götürmür. Amma digər hissəsi isə məlumatlar, təfərrüatların görünməməsi bunu qəbul eləmək mümkündür. Hətta ikisinə desək, burada böyük piktoqramlar, çox böyük, həmçinin orta və kiçik piktoqramlara da gəlsək, dostlar bunların heç birində də biz təfərrüat filan görməyəcəyik. Yəni əslində bir növ bu suala görə rejimləri daha çox ön plana verdiyinə görə A-ya 5, B-yə 8, C-yə 6 uyğun gəlir. Amma dərinliyinə geçsək tam olaraq A variantı doğru deyil deyə 1, 2, 3, 4 belə A-ya uyğun gələ bilir. Keçirik 32-yə. A simvolunun 16-lıq kodunu tapın. A-nın 16-lıq, böyük A-nın 16-lıq kodunu istəyir. Böyük A-nın mən 16-lıq kodunu tapmaq istəyirəmsə, baxacam dostlar, təbii ki nəyə? Kiçik A ilə əlaqəli olan hissəyə, kiçik A və
kiçik B ilə əlaqəli olan hissəyə ki, oradan rahatlıqla cavabı təyin edə bilim. Bu sualın indi dostlar doğru versiyasında həllini deyəcəm sizə. Hə, dostlar, bax bunun üzərində rahat həll eləmək olar. Böyük A-nın kodunu istəyir, düzdür bizə? İndi gəlin onu da tapaq. Böyük A-nın 16-lıq kodunu istəyir. İndi dostlar, böyük A-nın 16-lıq kodunu istəyirəmsə, mən burada kiçik A-la kiçik B-nin məntiqinə baxacağam. Kiçik A-la kiçik B-nin məntiqinə baxanda görürəm ki, kiçik B-nin kodu 98-dir, 10-luq kodu. Böyük A-nın kodu ondan 1 vay kiçikdir. Kiçik B-nin 16-lıq kodu 62-dir, böyük A-nın kodu ondan 1 vay kiçikdir. İndi deməli, böyük B-nin kodu 42-dirsə, böyük A-nın kodu da, A da bundan əvvəl gəlir də, dərhal əvvəl. Deməli, 41 olmalıdır. Cavab kimi B variantını götürürük. Yenə dedim ki, baxın, kiçik B-dən kiçik A-ya keçəndə nə olur? 62, 61. Geri gedəndə 1 vayda azalır. Kiçik B-dən də kiçik A-ya getdik. İndi böyük B-dən böyük A-ya da gedəndə 1 vayda azı 41 olmalıdır kod. Və yaxud da bunun başqa versiyalarında necə idi? Yadınızdasa deyirdik ki, digər iki böyük və kiçik hərflərin məntiqinə baxaraq balaca A-dan cavabı tapmaq olur. Necə? Məsələn, baxıram ki, kiçik B-dən böyük B-yə gedəndə. Bax, 62 42 olub. Nə qədər azalıb? 20 vahid. 16-lıq kod olaraq. İndi kiçik A-dan da böyük A-ya gedəndə bu 61 neçə olmalıdır? 20 vahid az, 41 olmalıdır. Yəni hər iki versiyadan B variantını doğru götürəcək. Gəldik dostlar, indi burada yox, bu kursun kitabıdır, bundan düzəldib elədik. B variantını dedik, keçdik 33-ə. Verilən fraqment hansı lent qrupuna aiddir? Dostlar, Pictures, Shapes, Icons, 3D Models. Gəlirik, baxın, Word-ü qəşəng şəkildə açırıq, elə əyani şəkildə də göstərək. Word-ə girdik. Word-ə girəndə baxın, Insert tabının əmrlərinə aiddir bu. Bax, Pictures, Shapes, Icons, 3D Models. Bunlar dostlar Illustrations'a aiddir. Illustrations'ı götürürük doğru cavab kimi. Amma siz model sözünü models deyə deməyin heç biriniz dostlar. 3D model. İndi 3D model, ikonlar, shape'lər, figurlar, yəni pictures hamısı illustrations'a aid olur. Cavab kimi A variantını götürürük. Chart ümumiyyətlə Excel'də olan bir lent qrupudur, Word-də əmrdir. Insert tabımızdır, image bizdə aid olacaq PowerPoint-in lent qrupuna, header, footer Word-də ayrı bir lent qrupudur. 34 verilmiş fraqmentə əsasən tək nömrəli səhifələrin çapı üçün neçə A4 vərəqi istifadə edilir? Dostlar, tək nömrəli vərəqlər istəyir bizdə. Gəlirəm ilk olaraq spesifik olaraq səhifələrə. Səhifələr baxıram ki, 1, 3-dən 10-a kimi. Amma bizə kimlər lazımdır? Sırf təklər. Tək olaraq 1, 3, 5, 7 və 9 uyğun gələcək. Burada yazdığımız qiymətlərə görə. Deməli, neçə dənə tək nömrəli səhifə oldu? 5 dənə tək nömrəli səhifə oldu. Bir üzü çap edirik, hər üzdə bir dənə. Deməli, bu nə deməkdir? Yəni, bir dənə A4-də elə bir dənə səhifə çap ediləcək. 1 nömrəli səhifə bu A4-də, 3 nömrəli səhifə bu A4-də, 5 nömrəli səhifə bu A4-də, 7 digər A4-də, 9-da bir digər A4-də. Bu oldu 1 nəfər üçün. 5 dənə A4 lazım oldu. Biz amma 2 nəfər üçün lazım idi. 2-ni vuracam 5-ə, deməli, mənə 10 dənə A4 vərəqi lazımdır. Və yaxud da bunu sürətli necə edirik? Götürürük. 5-i demişdik ki, yuxarıdan aşağı ardıcı bölürük. 5-i bu 1-ə böldüm 5, altdakı 1-ə böldüm 5 elədi. Yəni bu o deməkdir ki, bizdə bir adam üçün 5 dənə vərəq lazımdır. 2 adam üçün də 2 vur 5, 10 dənə vərəq lazım olacaq. Cavab kimi A-nı götürdük. Deyir ki, VBIS-də obyekt deyil. Dostlar, filters VBIS-in obyekti deyil. Elə cavab kimi C variantını götürürük. Ümumiyyətlə, verilənlər bazasının idarəetmə sistemində aksesə aid olan obyektlərimizi saysaq, bizim tables, cədvəllər əsas obyektdir. Məlumatın saxlanıldığı obyektlər. Formalar, cədvələ daha əyani baxışı həyata keçirmək üçün istifadə edilirdi. Hətta yeni yazılar oradan da əlavə edilə bilirdi. Sonra report, çapla əlaqəli olan bizim obyektimiz idi. Queries, sorğular, müəyyən şərtə və yaxud da meyara görə lazımi verilənlərin üzə çıxması, lazımi yazıların seçilməsi, əldə edilməsi üçün idi. Sonra bizdə var makros, tez-tez istifadə olunan əməliyyatların avtomatlaşması, page, internet səhifələri və bir də dostlar, sonuncusu modules, mürəkkəb əməliyyatlar, bu verilənlər bazasının sazlanması və s. kimi əməliyyatları bir növ Visual Basic dilində modullar formasında göstərmə obyektimiz. Gəldik, C variantını dedik, 36 nömrəli suala. Hansı elementləri əlavə etdikdə konseptual və yaxud da buna biz kontekstual, yəni dostlar, əlavə tablar, müəyyən bir əmri icrayəndə açılan əlavə tablar yaranmış olur. Bunu müəyyənləşdirmək lazımdır indi dostlar.
Rahat məntiqi düşünün. Excel-də vərəqlər aşağı tərəfdə olur. Sheet 1, sheet 2. O vərəqləri əlavə edəndə zaten bizim qarşımızda bir vərəq olmalıdır. Bir dənə vərəq də əlavə edəndə niyə əlavə bir tab açılsın ki? Zaten biz bütün işimizi vərəqin üzərində icra edirik. Həmçinin eyni şey sətirlə də bağlıdır. Ona görə 1 ilə 4-ü rahatlıqla atmış oluruq. Sonra dostlar, picture sonradan əlavə edilən bir obyektdir. Şəkilə format vermək istəyəndə və yaxud da diaqrama müəyyən formatlar vermək istəyəndə, fiqurlara müəyyən bir formatlar vermək istəyəndə təbii ki, bizim bir növ yeni bir tabımız açılmalıdır. Amma düstur da elə bunların əsas elementlərindən biridir deyə istərsiniz elə bir şeyin olmağına ehtiyac yoxdur. Excel-ə gəlirəm. Excel-də dostlar, təbii ki, indi açsa inşallah gəldik. Baxın, indi hər hansı bir vərəq əlavə edirəm aşağıdan. Gəlirəm, aşağıdan baxın, vərəq əlavə edirəm. Baxın, vərəq əlavə eləyəndə əlavə tab açılırmı? Yuxarıda fikir versəz, heç bir tab açılmır. Amma indi gəlirəm və yaxud da hər hansı bir sətir. Baxın, buraya yazılar yazdım. İndi sətir əlavə edirəm home-dan. Insert, gəldi, insert. Məsələn, sheet rows əlavə elədim. Nəsə tab açıldı mı? Xeyr. Əlavə tab açılmadı. Və yaxud da düstur əlavə edirəm. Məsələn, bərabərdir. Olsun sum. Tutaq ki, bunların cəmi. Baxın, enteri bastım. Hər hansı bir əlavə tab açıldı mı? Xeyr. Amma dostlar, indi gəlirəm insertdə pictures. Şəkil əlavə edirəm. Əlavə eləyək, hamısını əyani şəkildə görünsüz. Elə daha yaxşı olacaq. Məsələn, bu hissəni əlavə elədik. Baxın, açıldı picture format. Sonra shape əlavə eləyək. Fiqurlardan da soruşmuşdu orada. Məsələn, bir dənə fiqur əlavə edirəm. Açıldı shape format. Sonra bir də chart, diaqram əlavə etmək lazımdır. Məsələn, dairəvi bir diaqram əlavə edirəm. Məsələn, açıldı chart dizayn və format tabları. Deməli, dostlar, cavab kimi biz götürürük 2, 3, 5-i. Slaydların nümayiş vaxtının tənzimlənməsi hansı lent əmri ilə həyata keçirilir? İndi baxaq bunun cavabı nə olacaq? Bir dənə bunu da qaldıraq yuxarıya. Rehearse timings olacaq dostlar. Burada bu beginningdir. Adı bir hərfi yeyilib. Duration, record, animation götürmürük. Əmr dediyinə görə bir dəfəli rehearse timings götürəcəyik. PowerPoint-ə gəlirik dostlar. PowerPoint açanda blank presentation. Bax, burada slaytlar əlavə eləyək. 1-2 dənə. İndi, məsələn, birinə bir dənə test fiqur qoyaq. Fərqi hiss olunsun deyə. Buna bir dənə başqa bir fiqur qoyaq. Ulduz məsələn olsun. Ulduzu yerləşdirdik bura. İndi belə bir şeylər əlavə elədik. İndi gəlirəm, baxın, bizim indi record hissəsində fikir versə burada qeyd alma var, screenshot, screen record və s. Və bir də slideshow hissəsində dostlar yeni rekordu görəcək, amma bunun yanında bir dənə vacib əmrimiz var. Rehearse timings əmri. Rehearse timings bizə kömək edir ki, əvvəlcədən elə bir praktika eləyirsən ki, bu təqdimatda filan slaydda nə qədər vaxt keçirəcəm, onu bir canlı şəkildə danışırsan özündən rehearse timingsdə, izah edirsən və avtomatik olaraq orada təyin edilmiş vaxtlar düşəcək. Dizaynda baxın bu hissəyə. Dizayn deyirəm, daha doğrusu transitionsda baxın bu hissəyə, after hissəsinə. İndi gəlib görəcəyik həmin hissəni də dostlar. Rehearse timings eləyirik. Burada vaxt fikir versəz başlayır. Sol tərəfdəki vaxt cari slayda aid, sağ tərəfdəki vaxt ümumi vaxtı təyin eləmiş olur. İndi bu slayda vaxtımız bitdi, keçdik ikinci slayda. Yenidən fikir versəz təyin edilmiş oldu. Və artıq işimiz bitdi. OK bastım. Yes elədim. Fikir versəz, indi gəlirəm Transitions-a. Transitions-da baxın, bu slayda 9 saniyə vaxt keçirmişəm. Bu slayda 6 saniyə vaxt keçirmişəm. Yəni, avtomatik olaraq rehearse timings vasitəsində icra olundu. Deyək ki, Comtek qrafikası ilə bağlı olan doğru fikirləri təyin eləmiş olun. Təhlükəsiz rəng palitası 256 rəngdən ibarət olmalıdır. Rəngdən sözü yeyilib orada. Dostlar, doğru kimi götürəcək bunu. Onun hesablaması zaten 256-ya görə 208, 8 bit. Yəni, təhlükəsiz rəng palitası deyəndə hesablamada biz 8 bitdən istifadə eləmiş olacaq. Additiv təsvir, dostlar, bir növ əlavə etmək deməkdir additiv. Yəni, rəngə bir-birinə toplanılaraq digər rənglər əmələ gəlirlər düşünün. Bunlar RGB, yəni red, green, blue, yaşıl, qırmızı və mavi və HSB, yəni hue, çalar deməkdir. Saturation, dolğunluq, brightness, parlaqlıq. Bu modellərdə olur. Poliqrafiyada semiyakı rəng modelindən istifadə edilir. Ümumiyyətlə, dostlar, poliqrafiya olsun, çap işləri olsun, bu tipli şeylər semiyakı rəng modelinin bir növ istifadə edildiyi alanlar olur və semiyaka subtraktiv təsvir rəng modelinə aid olanlardandır. 3 də doğrudur.
Subtractive təsvir rəng modeli RGB deyil dostlar, RGB additivdir və təhlükəsiz paletada 1024 rəng sallarından ibarət deyil. 256 kimi götürürük. Cavab kimi 1, 2, 3 götürülür. Gəldik növbəti simsiz şifrələmə vasitələrini təyin eləyin. Dostlar, əslində bunu rahat bu şəkildə yadda saxlaya bilərsiniz. Şifrələmə, qoruma, təhlükəsizlik bunlarla əlaqəli bir şeydir. İngiliscədə təhlükəsizlik privacy, protect bu sözlər protection sözlərinə əlaqəlidir. Yəni P hərfindən yadda saxlasanız 2, 5 və 6 cavablarını götürəcəyik. VPN-i niyə götürmədik? Çünki VPN-i 44 günlük müharibə dövründə də hər biriniz istifadə eləmisiniz VPN tipli proqramlardan. Oradan da başa düşürsünüz ki, əslində bir növ sizin IP ünvanınızı sanki dəyişdirib başqa bir serverdən qoşulmuş kimi göstərirdi. Problem olmurdu. Sonra dostlar web ümumiyyətlə əlaqəsiz olandır. IDS isə dostlar detection sözünü yadda saxlayın. Detection ingiliscədən tərcümədə aşkarlayan deməkdir. Bir növ hücumları aşkarlayan sistem kimi başa düşəcəyik biz dostlar bunu. Yəni şifrələmə vasitəsi deyil. VPA, VPA2-ni dostlar ən yaxşısı telefonda Wi-Fi hissəsinə girəndə orada security bölməsində VPA-nı və VPA2-ni görmüş olacaqsınız. Yəni təhlükəsizliyinə əlaqəlidir. Webdə bunların köhnə versiyası və yaxud da bunlardan daha köhnə versiya kimi düşünülən olur. Cavab kimi ona görə 2, 5, 6-nı götürəcəyik. View lent tabından həyata keçirmək mümkündür. Dostlar, yadda saxlayın. İş vərəqini gizlətmək bizdə view-dan deyil, home-dan icra olunmuş olur. Home-dan icra olunur, elə 2 olan bütün variantlar çıxan kimi 1, 4, 5 cavabı çıxır. İş kitabını gizlətmək oradandır, biraz da göstərəcəm. İş kitabını niyə oradan yadda saxlayarıq ki? İş kitabını biz oradan yadda saxlayarıq. Faylda save-dən, save as-dən. Düstur sətrini gizlətmək tamamilə doğrudur. Formula barı və tor xəttlərini, grid-i də oradan gizlədib göstərə bilərik. Həqiqətən Excel-ə indi gəlsək, Excel faylı açaq bir dənə qəşişəcə. İndi baxın, view hissəsinə gələndə baxın, burada hide hissəsinə basan kimi bizim həmin o Excel faylımız əslində, Excel kitabımız əslində gizlənmiş oldu. Hətta baxın, bir dənə də unhide hissəsinə gəlirəm. Book 2, baxın, burada qalıb. Bunu OK basam, gizlikdən təzədən çıxmış oldu. Sonra baxın, grid lines, tor xəttlərini gizlədib göstərmək olur. Formula bar, düstur səthi getdi, təzədən göründü. Hətta burada başlıqları da gizlədib göstərmək olur. Yəni, cavab kimi biz, burada götürürük 1, 4, 5-i. 41. Aşağıdakı hansı üsullar vasitəsilə mətni redaktə etmək mümkündür. Mətni seçmək və klaviaturadan simvolları daxil etmək. Təbii ki, dostlar, mətni seçirsən, simvolları daxil edirsən, sən mətni başqa bir simvollarla əvəzləyirsən. Cavab kimi 1 doğrudur. Print screen düyməsinə istifadə etmək. Print screen düyməsini basanda sizin mətn redaktə olunmuş ki, sadəcə screenshot edirsən, götürürsən, mətnin bir qisminin şəklini çəkirsən. Elə başa düşmüş olacaq, dostlar. Sonraki Scroll-lock əmri dostlar Windows L ilə də icra edirdi. Bizim kilid ekranı açır. Yəni onun bir növ mətnin redaktörü ilə hər hansı əlaqəsi yoxdur. Və seçilmiş mətn fraqmenti üzərində backspace bassaz, həmin fraqmentdə sol tərəfdəki simvollar silinəcək. Silirsənsə redaktə edirsən. Cavab kimi 1-4 uyğun gəlir, daha dəqiq desək. Keçirik 42 nömrəli suala. Deyir ki, sərlövhələr üzərində icra etmək mümkün deyil. Dostlar, gələk bunu hər hansı bir Word-də sərlövhəmizi yaradaq. Məsələn, götürək. Burada bir dənə söz yazıq. Yaratdıq, düzdür. Baxın, bunu siz rahatlıqla qalınlaşdıra bilirsiniz. Text alignment verə bilirsiniz. Gəlib burada borders and shading-də müəyyən sərhəd xətt və s. verə bilirsiniz. Baxın, yəni əslində bir növ siz bold əmrini burada qeyd eləyək. Text element borders and shading verə bilirsiniz. Hətta paragrafda spacing, line spacing əmrləri də edə bilirsiniz. Məsələn, burada line spacing əmrlərini filan vermək mümkündür. Yəni 2, 4, 5-i verə bilirsiniz. 1 və 3 isə dostlar, yəni həmin sərlövhəni seçək. Sərlövhəni seçdikdən sonra, məsələn, baxın, burada layout bölməsində wrap textin deaktiv olduğunu görürük. Yəni edilə bilmir və yaxud da shapes format görmürük. Yəni bütün növ sərlövhələrin hamısını daxil eləsək, 2, 4, 5 hamısında təyin edilə bilir. Amma 1, 3 isə dostlar, sərlövhədən sərlövhəyə dəyişə biləcək şeydir. Məsələn, mən tutaq ki, burada sərlövhə tipini bu şəkildə seçsəm, bu formada seçsəm. Burada bunun yazı hissəsi ayrıca, amma məsələn, kənar hissəsindəki fiqur üçün shape formatda müəyyən əməliyyatları icra edə bilərəm, wrap texti filan. Amma bütün sərlövhələr bura daxildir deyə, istərsiniz dostlar, hamısında o fiquru filan görməyəcək. O səbəbdən 1, 3 mümkün deyil kimi götürüləcək.
43. C2 xanasının qiymətini təyin edin. C1, A2, B2, C2 xanalarında düstur qarşısında bərabər işarəsi verilir. Burada dostlar bu isə B2 şəklində düşməlidir, düşməyib ora. B1 daha doğrusu olmalıdır. B2 yazdım mən bura. B1 idi. Onsuz da indi baxın düstur qarşısında bərabər işarəsi verilib. Biz o bərabəri qoyaq. Özləri deyir ki, zaten verilib. İndi baxaq C2 xanasının qiyməti nə olacaq? Bütün şeylərdə var bərabər. İndi burada da A1 vurulsun B1 olacaq. 99% ehtimalla. A1'imiz 3'tü, B1'imiz 1'dir. 3 vurulsun 1, bura oldu 3. İndi A2'ni 3 sanmışıq. B1'imiz 1'dir. 3 çıxsın 1, 2. 2 vur 2 neçə elədi? Bura oldu 4. İndi baxın C1'ə baxsaq. C1'imiz B1 yəni 1. 1 vurulsun. A2'miz bizdə 3 oldu. 3 plus B2'miz 4 oldu. 4. 1 vurulsun 7, 7 oldu. İndi aşağıdakında da C1'i tanımışıq 7. 7 minus A1'i tanımışıq 3. Üstə gəlsin B1'imiz 1. Vurulsun 1 də çöldə 2. Verəcək bizə 7 çıxılsın 8 mənfi 1 qiymətini. Burada 100% hansısa birində başqa bir qiymət olmalı idi. Ola bilsin onda burada çöldə B2 olacaq. Belə də mənfi olmamalıdır. Çünki açıq tipli suallarda. Sadəcə ora düşməyib deyə bu B2 düşünürsə B2 vurulsun A2 plus B2. İndi B2'miz bizim 4'dür. 4 vurulsun A2 plus B2. A2'miz 3'dür. 3 üstəgə B2'miz 4'dür. 4 vurulsun 7, 28 olur. Aha, burada artıq mənfi olmamalıdır. C1'imiz oldu 28. Burada 28'i qoydum. 28 çıxılsın A1'in yerinə 3 plus B1'in yerinə 1 vurulsun 2. 28 çıxılsın 8. Aha, 20 qiyməti çıxmış oldu. Gəldik 44'də alqoritm icrasından sonra x dəyişən qiyməti tapın. X 2'dir. Sonra baxıram ki, burada aşağıda x-ə x vurulsun x'i veriblər. Yəni 2 vurulsun 2, yəni neçəni 4 veriblər. X dəyişdi oldu 4. İndi aşağı düşəndə artıq biz x'in 4 qiymətini qoymalıyıq. 4 vurulsun 4 vurulsun 4. 4 vurulsun 4 16, 16 vur 4 64 qiymətini verir. Deməli x'in son qiyməti olacaq 64. Və son olaraq 45 nömrəli suala gəlsək, bu konkret olaraq bizim kompüterin arxitekturası texniki təminatı ilə əlaqəli hissələrə aiddir. Hardware bölməsinə aid olan bir mövzumuz idi. Dostlar, indi kompüterimizin arxitekturası 3 dənə əsas tərkib hissəsinə parçalanacaq burada da. Hesab məntiq imkanları, aparat vasitələri, bir də proqram vasitələri. Ümumiyyətlə, yadınızdasa arxitektura şəkli var. Yuxarı mərkəzi, aşağıda periferiyası, ortada sistem interfeysi. Sadəcə bu kompüterin arxitekturasının ümumi bir də yadınızdasa kitabımızda belə bir cədvəl şəklində, qraf şəklində bir quruluşu var idi. Arxitekturamız 3 parçaya ayrılırdı. Hesab və məntiq imkanlarına, aparat vasitələrinə, bir də proqram vasitələrinə. Hesab və məntiq imkanlarına aid olurdu əmrlər sistemi. Sonra aid olurdu verilənlərin formatları, burada görə bilmirik, və işləmə sürəti. Bunlar aid olurdu. Bir növ daha çox mikroprosesor məntiqindən olanlar idi. Aparat vasitələrinə aid olurdu kompüterin strukturu, yəni qurğular tərkib hissələri, yaddaşın təşkili, yəni yaddaş qurğuları, həmçinin giriş-çıxışın, giriş-çıxış proqramlarının təşkili, idarəetmə prinsipləri. Proqramlaşdırma vasitələrinə isə dostlar elə proqramlaşdırma dilləri və əməliyyat sistemləri aid idi. Bir də əlavə olaraq tətbiqi proqram paketi. 1AB, 2C, 3D. Belə dostlar, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə. Bir dənə sadəcə bunu qeyd edeyim ki, mənim nəzərimdə sınaq əslində nə çox rahat, nə də çox çətindir. Orta səviyyədə bir sınaq idi. Yeni mövzularla bağlı nə düşünsəm, yeni mövzularla bağlı dostlar çətin suallar salınmayıb. Yəni üzdən elə olan hissələrdəndir. Yəni rahatlıqla əslində bildiyiniz şeylər olacaq çoxu. Özünüzə güvənirsiniz, gedirsiniz, qəbulda da qəşəngcə yazacaqsınız. Ümid edirəm yaxşı oldu. Uğurlar hər birinizə. Allah amanında.